Üzerine çıxacaq qədər qaynar su əlavə edirik. 5-6 dəqiqə saxlayırıq ki, qabığını asan soyaq. İki litr çəkilmiş pomidor soku koyuruq ocağa qaynasın. 5 dəqiqə qaynayandan sonra bu pomidorları, soyulmuş pomidorları ora əlavə edəcəyik. Bir 10 dəqiqə, 15 dəqiqə qaynadacağıq. Tuzun, şəkərin əlavə edib bankalara yığacağıq. Çəkilmiş pomidor qaynamağa başladı. Çıxan kəfi də yığırıq. 5 dəqiqə qaynadıktan sonra bütün pomidorları buraya əlavə edəcəyik. Şimdi pomidorları yavaş-yavaş əlavə edirik. Çəkilmiş pomidor, qaynayan pomidor sokunun üzerine. Pomidorlar qaynamağa başladı. Deməli, tuzun, şəkərin əlavə edib 15 dəqiqədə belə qaynadırıq. 15-20 dəqiqə. Kapaqlarını bağlayıb, üzü aşağı bir gecə saxlayıb, sonra qışa sərin otaqda saxlayırıq.